Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Rəbbiniz yəni sizinlə təkbətək tərcüməçi olmadan danışacaq. Bir dənə o günü xatırla, o dəhşətli günü. Allahın huzurundasan. Allah subhanahu ta'ala sənə bir etdiyin əməlləri sənə xatırladacaq. Göstərəcək sənə. Və deyir, onların o gün inkarlaya bilməyəcəklər heç nəyi. Biz onların dillərinə xitam vuracağıq və tukallimuna əydihim. Və əlləri bizimlə danışacaq. Əlləri danışacaq deyir. Ayaqları danışacaq. Və şahadət edəcək əlləri, ayaqları öz əleyhlərinə. Deyəcəklər, insan deyəcək ki, mənim əleyhimə, niyə özümün əleyhinə, niyə şahidlik edirsən? Niyə mənə ziyan verirsən? Öz əllərinə, öz ayaqlarına deyəcək. Deyəcək, Allah da deyir, hər şeyi danışdıran Allah onu danışdırdı. Bir dənə dil nədir? Ət parçasıdır. Amma danışır. Və Allah subhanahu ta'ala qadirdir ki, digər o ət parçaları var bədənində. Onları danışdırmağa. Və insan etdiyi hər bir əmələ görə haqq hesab olunacaq. Ona görə haqq hesab olunmamışdan öncə insan nədir? Özünü haqq hesab etməlidir. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəllədinə əmənu təqullah. Ey insanlar, ey iman gətirənlər, Allahdan qorxun, təqvalı olun. Vəltənzur, vəttəqullaha vəltənzur nəfsun mə qaddəmət liqat. Və Allahdan qorxun. Bir ayədə 2 dəfə Allahdan qorxun gəlib, təqvalı olun. Vəltənzur nəfsun mə qaddəmət liqat. Və hər bir nəfs, hər bir insan sabahı üçün nə hazırlayıbsa ona baxsın. Bu nə ayəsi? Nə deməkdir bu? Aleyküm salam. Bu o deməkdir ki, insan özünü haqq hesab etməlidir. Çünki Allah Teala deyir ki, sabahı üçün nə hazırlamısansa, neynə? Bax, haqq hesab elə. Haqq hesab olunmamışdan öncə insan özünü haqq hesaba çəkməlidir. Hər günündə. Sonra sən haqq hesab olunanda artıq gec olacaq. Heç bir faydası yoxdur. Allah Teala sənə sual verəndə, soruşanda səndən. Bu əməlləri etmişsən, bunu etmişsən, bunu etmişsən. Təməllərin tərəzidə çəkiləcəyi günü, savablarla günahlar. Artıq o peşmançılıq fayda verməyəcək. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, yəni o gün insan peşmançılıqdan nə edəcək? Öz əllərini çeynəyəcək peşmançılıqdan.